Azərbaycan Cumhuriyyəti Türkiyə Büyükelçiliyinə bağlı Azərbaycan Kültür Mərkəzinin dəstəkləri ilə və iki dövlət tek millət şüarı ilə dostluq kərvanı başlıyor. Bugünkü konumuz Azərbaycan xalq şairi, 12-ci əsrin dahi söz ustadı, büyük alim və mütəfəkkir, filosof Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqındadır. Eşqidir mehrabı uca göylərin, eşqsiz ey dünya, nədir dəyərin? Eşqin qulu ol ki, doğru yol budur. Ariflər yanında bil eşq uludur. Eşqsiz olsaydı xilqətin canı, dirilik sarmazdı bütün cahanı. Eşqsiz bir adam bir neydir kırık, 100 canı olsa da ölüdür artık. Programımıza başlarken Azerbaycan Kültür Merkezi'ne bağlı Azerbaycan Rüzgarı isimli gruptan Nizami Gencevi'nin aşkı anlatan mısralarının geçtiği bir klibi şimdi izleyicilerimizle paylaşıyoruz. Eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya, nədir dəyərin? Eşqin yanğısından gözəl şey nə var? Onsuz nə gül gülər, nə bulud axar. Atlandım keçtim daştan gel gel aman, yaşmağım uçtu baştan gel gel aman. Mehabbet yok mu sende gel gel aman, gözlerim doldu yaştan gel gel aman. Ateşim var külüm yok, bülbül oldum gülüm yok. Ateşim var külüm yok, bülbül oldum gülüm yok. Ben bu eşke düşeri anlamaktan 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 gülüm yok. Değerli izleyiciler, az önce söylediğim gibi bugünkü konumuz dahi söz ustadı Nizami Gəncəvinin hayatı ve yaradıcılığı hakkındadır. Bu konuyla ilgili olarak konuğumuz Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Edebiyat Enstitüsü Nizami Şünaslıq Şubəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, doçent doktor Təminə Bədəlovadır. Təminə xanım, hoş geldiniz. Teşekkür ederim. Nasılsınız? İyiyim, teşekkür ederim. Siz nasılsınız? Teşekkürler, çok sağ olun. Təminə xanım, önce sizi tanıyabilir miyiz? Tabii esas konumuz Nizami, dahi söz ustadı Nizami Gəncəvinin hayatı ve yaradıcılığı hakkındadır. Ama önce sizi tanıyabilir miyiz? Bir daha teşekkür ederim ve söhbətə başlamadan önce mən də değerli seyircilerimizi salamlamak istəyirəm. Mən Azərbaycanın qədim kültür və ticarət mərkəzi olan Gəncə şəhərində doğdum. Liseyi gümüş madalya ilə, daha sonra Bakı Dövlət Universitetinin Filoloji Fakültəsini şərəf diploması ilə bitirdim. Orada məzun oldum. Daha sonra Azərbaycan Milli Bilimlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda doktoraya başladım.
və 18-ci əsr Azərbaycan şairi Məhcur Şirvaninin həyatı və yaradıcılığı üzərindən doktora tezimi savundum. Şu anda aynı institutda çalışıram, ancaq nizamişünaslıq bölümündə çalışıram və Nizaminin yaradıcılığını böyle deyim, öğrenmeye çalışıram. Ben de öğrenci kimi öğrenmeye çalışıram. Və öğrendiklərimi də dərk edə bildiyim qədər, öyrənə bildiyim qədər və ifadə edə bildiyim qədər öğrencilərə, gənc nəslə çatdırmağa, onlara ilətməyə çalışıram. Teşekkür ederim. Buyurun Yusuf Bey. Hocam birçok soru hazırladık Nizami Gencevi ile ilgili. Merak ettiğimiz şeyler var. Ben onlardan bir tanesiyle başlayayım müsaadenizle. Siz Türksoy'un Nizami Gencevi madalyasıyla onurlandırıldınız. Oradaki duygularınızdan bahseder misiniz? Ne üzerine oldu bu ödül, madalya? Evet, öncelikle soru için teşekkür ederim. Yani bildiğimiz kimi Azərbaycan Cumhuriyyəti Prezidenti Sayın İlham Əliyev 2021-ci ili Nizami Gəncəvi ili elan etdi. Və zaten bizim institutun, bizim bölümün bütün tədqiqat və araşdırma yönü nizami yaradıcılığı üzərində idi. Ancaq 21-ci yılın Nizami yılı elan olunması bizim çalışmalarımızı daha da ruhlandırdı, daha da artırdı. Ve o zaman Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektor yardımcısı Profesör Asəf Zamanovdan bir təklif gəldi. Aynı yıl həm də görkəmli orientalist alim Agafangel Krımskinin də 150 illiği idi. Aynı yılda kutlanırdı. Ve Türksoy, həmin üniversitenin Türksoy kafedrasının təklifi ilə Krımskinin Nizami ve Çağdaşları kitabı Rus dilindeydi o kitap. Demək, o kitabı biz Asəf müəllimlə birlikdə Azərbaycan dilinə tərcümə etdik və bu Türksoyun xətti ilə yayımlandı. Azərbaycan Mədəniyyət Nazirliyi yayımladı bunu. Eyni yılda Türksoy təşəkkürnamə ilə təltif etdi məni. Həm də onun ardınca Ədəbiyyat İnstitutunun, mən çalışdığım Ədəbiyyat İnstitutunun 90 illik yubileyində Türksoy Nizami Gəncəvi madalyası ilə bir neçə arkadaşımı və aynı zamanda bəni Nizami Gəncəvi madalyası ilə onurlandırdı. Bu bizim için çok büyük şərəf idi. İlk önce ona göre ki Nizami Gəncəvinin adını daşıyırdı ve Türksoy kimi çok nüfuzlu bir təşkilat tərəfindən verilmişti. Ona göre mən bu şərəfə məni layiq görən hər kəsə öz minnətdarlığımı bildirirəm. Başarılarınız daim olsun her zaman. Sağ olun, teşekkür ederim. Təminə xanım, son zamanlarda sizi Türkiye'de Nizami Gəncəvinin yaradıcılığının təbliği ilə bağlı etkinliklərdə görürük. Genelde Azərbaycan Kültür Mərkəzinin destekləri ilə də bu projeləri yürütüyorsunuz. Bu konuda ne söylemek istersiniz? Yeni projeleriniz var mı? Əvvəla onu deyim ki, gerçekten Türkiye'de Nizami Gəncəvi yetərincə tədris edilmir, öyrədilmir üniversitelerde. Sadece birkaç üniversitede Fars dili ve edebiyatı bölümü olan üniversitelerde öğretilir. Yani bu maalesef təəssüfləndirici, üzücü bir haldır. Ve bir ildən biraz artıq zamandaki Azərbaycan Cumhuriyyətinin Ankaradakı Büyükelçiliyinə bağlı Kültür Mərkəzi fəaliyyətə başlamıştı. Ve Kültür Mərkəzi Azərbaycan mədəniyyəti ve kültürünün Türkiye'de yayılması, təbliği, öğretilmesi yolunda çok büyük özveriyle çalışır. Bu təqdirə layiq bir haldır. Biz də əlimizdən gəldiyi qədər bu işe dəstək olmağa çalışırıq. Elə Kültür Mərkəzindən söhbət düşmüşkən deyim ki, Nizami Gəncəvi əsərlərinin xəmsəsinə daxil olan, ümumiyyətlə bütün xəmsənin
Türkiyə türkçəsinə çevrilməsi projesi gerçəkləşdirilir. Artıq Həmsənin 2 əsəri, birinci və sonuncu əsəri. Sirlər Xəzinəsi miydi birinci əsəri? Bəli. Birinci Sirlər Xəzinəsi əsəri və sonuncu əsər İskəndərnamə Türkiyə türkçəsinə çevrilmişdir. Bu çevirini Atatürk Universitetinin Fars dili və ədəbiyyatı kafedrasının professoru Nimət Yıldırım Hoca həyata keçirmişdir. Yəni Nimət Yıldırım Hocanın Fars dilindən çevirilər yapmaqda çox böyük təcrübəsi vardır. Bu və çox sevindirici, yerdə qalan 3 əsər də çevirmə aşamasındadır və bu həqiqətən çox böyük bir əmək sərf edən bir işdir. Orijinaldan tərcümə olunur və sevindirici haldır ki, Türkiyə ictimaiyyətinin, xüsusilə Türk gənclərinin, Türkiyədəki öğrencilərin Nizami Gəncəvi yaradıcılığı ilə birbaşa əlaqədə olmasına böyük bir şərait yaradılmışdır. Eyni zamanda yenə Azərbaycan Kültür Mərkəzinin projesi ilə böyük Rus şərqşünası Nizami'nin yorulmaz araştırıcılarından olan Yevgeni Bertelsin Azerbaycan'ın büyük şairi Nizami monografiyası da Türkiye Türkçesine çevrilmiştir. Bu da Türkiye ictimaiyyətinin yenə də Nizami yaradıcılığının sirləri ilə yaxından tanış olması için çok büyük bir şansdır. Mən də bu kültür mərkəzinin bu projelerinə əlimdən gəldiyi qədər dəstək olmağa çalışıram. Bu bizim həm bir vətəndaşlıq borcumuzdur, həm də Nizami araşdırmacısı kimi bu bizim həm də vəzifə borcumuzdur. Yəni mən çox çalışıram ki, mənim əslində məqsədim budur ki, Türkiyənin hər bir gənci Nizami kimdir sorusuna cavab verə bilsin. Evet. Emeklerinize sağlık. Sağ olun. Nizami yaratıcılığının Doğu edebiyatına, özellikle Anadolu coğrafyasında edebiyata ne gibi tesirleri olmuştur? O konuda incelemeleriniz, araştırmalarınız oldu mu? Yorumunuz ne olur? Değerlendirmeleriniz ne? Ümumiyyətlə Nizami Gəncəvi elə bir duhadır ki, 13-cü yüzyıldan başlayaraq 18-ci yüzyılın sonlarına qədər bütün Doğu ədəbiyyatını, hətta Şərqi Avropa ədəbiyyatını öz əsərlərinin etkisi altında tutmuşdur. Onun əsərlərinə yüzlərlə nəzirə və cavablar yazılmışdır Nizami Gəncəvinin əsərlərinə. Hətta Louis Aragon'un bir sözü var. Deyir ki, Nizami əsərlərinə yazılan nəzirələrin sayı Latın dilindəki bütün poemaların sayından qat-qat çoxdur. Yəni Nizami Gəncəvi əsərlər bu qədər geniş bir areada, geniş bir coğrafiyada yayılmışdır. Hətta deyir, Bosfordan Himalaylara uzanan geniş bir coğrafiyada Nizami əsərlərinin ədəbiyyatda, o coğrafiyada yaranan ədəbiyyatda Nizami əsərlərinin etkisi özünü göstərir. Həm də müxtəlif dillərdə, ərəb, fars və o cümlədən türk dilində, Anadolu coğrafiyasında da Nizami əsərlərinə çoxlu nəzirələr yazılmışdır. Ümumiyyətlə ilk ədəbiyyatda, dünya ədəbiyyatında Xəmsə türünün ilk yaradıcısı Nizami Gəncəvi olmuşdur və bundan sonra Xəmsə artıq bir şiir türü halına gəlmişdir. Özellikle 16-cı və 17-ci yüzyıllarda Xəmsə yaratma genələyi ənənəsi deməli Anadolu coğrafyasında çox yaygın olmuşdur. Həmsə dediğiniz beşlik. Beşlik, bəli. Xəmsə 5 əsərdir. Bunların Nizaminin Xəmsəsinə daxil olan əsərlər yazılma ardıcılığına saysaq Sirlər Xəzinəsi, Xosrov və Şirin, Leyli və Məcnun, 7 Gözəl və İskəndərnamə. İskəndərnamə də özü də 2 hissədən ibarətdir. Şərəfnamə və İqbalnamə. Və ayrıca da Xəmsədən də əlavə ayrı-ayrı əsərlərinə də məsələn Anadolu coğrafiyasında cavablar və nəzirələr yazılmışdır. Məsələn Azəri İbrahim Çələbi Məxzənül Əsrar Sirlər Xəzinəsi əsərinə nəzirə yazmışdı. Taşlıcalı Yahya yazmışdı. Ahmet Rıdvan. Ümumiyyətlə saymaqla bitməz. Eyni zamanda Orta Asiyada Əlişir Nəvai, türkçə ilk Xəmsəni Əlişir Nəvai yaratmışdı. O da Nizami Xəmsəsinə nəzirə olaraq yazılmışdı. Və o ümumiyyətlə
bir şey də qeyd edim ki, əgər Nizami Gəncəvi dünya ədəbiyyatında Xəmsənin yaradıcısıdırsa, ilk Nəzirə Xəmsəni, yəni Nizaminin Xəmsəsinə yazılan ilk Nəzirə Xəmsənin yaradıcısı Əmir Xosrov Dəhləvidir. O da türk əsilli Hind şairidir, fars dilində yazıb, amma türk əsillidir, Laçın tayfasından olan şairdir və ilk türk dilində ilk Xəmsəni də dediyim kimi Əlişir Nəvai yaratmışdı. Orta Asiyada Heydər Xarəzmi Məxsənül Əsrara Nəzirə yazmışdı. Dediyim kimi bu əsərlərin süjet və motivləri çox geniş bir arealda yaranmışdı. Hətta 20-ci əsrdə Nazim Hikmət Məhəbbət əfsanəsini Xosrov və Şirinə cavab olaraq yazmışdı. Evet. Ağzınıza sağlık. Şimdi yaratıcılığını çok güzel anlatıyorsunuz. Şimdi dahi şairimizi 12. əsrdə yaşamış dahi şairimiz Nizami Gəncəvinin hayatından da bahseder misiniz izleyicilerimize? Tabii zaten bir söz sənətkarının, bir düşünce insanının hayatını bilmeden onun sözünün mahiyetini anlamak biraz zor olur. Ama bir şey de var ki, orta əsrlərdə düzenli bir avtobiyografi yazmaq gələneği yox idi. Mesela Baharıstan təzkirəsinin müəllifi Əbdülrahman Cami bunu böyle izah edir. Herhangi bir şairin həyatındaki olumlu bir hadisə onun əsərinin dəyərini artırmır və ya əksinə şairin həyatındakı olumsuzluqlar yazdıklarının qiymətini azaltmır. Yəni bu baxımdan o zamanın antolojiləri olan təzkirələrdə, cünklərdə şairlər təkcə Nizaminin deyil, digər şairlərində həyatlarından çox geniş bilgilər verilmirdi. Lakin hər bir şair kimi Nizami Gəncəvi də əsərlərində devrindəki tarixi olaylar, sultanlarla ilişkiləri, hökümdarlarla ilişkiləri, yaxınları, akrabaları, ailəsi, çağdaşı olan digər söz sənətkarları ilə ilişkiləri haqqında məlumat vermişdi və Nizaminin də əsərlərindən çıxartaraq onun bir tərcümeyi halı yazılmışdır. Nizami 1141-ci ildə Azərbaycanın qədim kültür və ticarət mərkəzi olan Gəncə şəhərində doğmuşdur. Çox mükəmməl təhsil almışdır. Həm də Gəncədən çıxmadan o təhsillər almışdır. Çünki əsərlərindən biz görürük ki, dövrünün elmi biliklərinə aid riyaziyyat, fizika, mantıq, fıqı, geoloji, bütün tip sahəsi, xalq təbabəti, hətta ayrı-ayrı sanat növləri, kuyumçuluqdan tutmuş fırıncılığa qədər ayrı-ayrı sənət, xalq sənətinə dair incə detaylar bədii məcaz örtüyü pərdəsi altında çox incə detallarla oxucularına çatdırılmışdır. Həm də ondan bir bədii məqsəd, bədii priyom kimi istifadə etmişdir. Bu da onu göstərir ki, çox mükəmməl təhsil almışdır. Yəni o dövrlərdə məlumdur ki, təhsili artırmaq üçün Şama, Bağdada gedir, orada illərlə qalmaq zorunda qalırdılar. Ancaq Nizami bu biliklərə doğma şəhərində, doğduğu şəhərdə yerlənmişdi. Bu da onu göstərir ki, o dövrdə Gəncədə köklü bir eğitim sistemi olmuşdu. Zamanının çox görkəmli bilim insanları olmuşdur. Zəngin kütüphanələr olmuşdur. Çünki özü yazır ki, məsələn Pəhləvi, Nəsrani, Yahudi tarixlərinə aid kitablar oxumuşdur. Təbərinin, Buharinin kitablarını oxumuşdur. Yəni bu ondan görünür ki, Gəncədə çox zəngin kütüphanə olmuşdur. Təbii ki, burada şairin kəndi istidadı, ilm öyrənməyə həvəsi də böyük rol oynamışdır. Çünki kendisi yazır ki, elmin yeni bir qapısını açmadan rahat yatağa girdiğim bir gün olmadı. Yəni şair özü də yazır ki, əsərlərində gənclərə də tavsiyə edir ki, ilahinin verdiyi istidadla yetinmək doğru olmaz. Bununla bir şey əldə edə bilməzsən. Deyir ki, çox iti beyinlər yatan oldular. Ahırda saxsı qab satan oldular. Təlimə həvəsli çox köra zehin iqlimlər qazisi olmadı deyil. Yəni kendi yeteneği, bilim öğrenmeye, elm öğrenmeye kendi yeteneği de olmuştur ve bütün ömrü boyu Gəncədə yaşamış, Gəncədə de vefat etmişti ve Gəncəni de
canı gönülden sevmişti. Bu onun eserlerinde de öz əksini tapmıştı. Bir de onu söylemek istiyorum ki genelde söylüyorlar ki neden Azerbaycan şairi de Fars dilinde şiirler yazmış? Çünkü o zamanın edebi dili Fars diliydi. Evet. Bilirsiniz, hər bir şair öz dövrünün övladıdır və onu da deyim ki, hansı dövrdə dövlət daha güclü olursa, həm siyasi, həm ekonomik cəhətdən güclü olursa, o dövrün mədəniyyəti və ədəbiyyatı da güclü olur. Nizami Gəncəvi də Səlcuqlu imperiyasının ədəbi faktı idi. Zaten Səlcuqlu imperiyası deyəndə nədən fars dilində yazmaq sorusunun cavabı kəndiliyindən açıqlanır. Dövlət dili fars dili idi, saray dili fars dili idi, yazışmalar hamısı fars dilində gedirdi və saraylarda şairlər ordusu himayə edilirdi. Niyə ordu deyirəm? Çünki təkcə Sultan Səncərin bütün hakimiyyəti dövründə sarayda 400-dən fazla şair olmuşdu. Onlar hepsi fars dilində yazırdı. Türk sultanları kendiləri şair idilər, kendiləri fars dilində yazırdılar. Yəni artıq bu gələnək böyləydi. Yəni bu hardasa burada mən Rəsulzadənin bir sözünü xatırlatmaq istəyirəm. Rəsulzadə deyir ki, mutfaq əşyaları altından olan ünsürü fars şairidir. Mutfaq əşyaları altından olan ünsürü, bu sərvəti Türk sultanlarının sarayında qazanmışdı. Yəni bu günün açısından baxanda, bu günün pəncərəsindən baxanda yanlış siyasət idi. Neden Türk dilində yazılması, neden fars dili bu qədər? Yəni fars dilinin bu qədər bədii səviyyəyə qalxmasında, gəlişməsində Türk sultanlarının çox böyük rol olmuşdu. Məsələn, Sultan Mahmud Qəznəvi Şahnaməni fars şairi Firdovsiyə yazmağı, yəni İran şahlarının tarixindən bir əsər yazmağı Firdovsiyə tapşırmışdı. Bugün, çünki o dövrün Türk sultanları şovinist değildilər. Yəni kötü anlamda millətçi değildilər. Onlar hakimiyyətləri altında olan topraklardakı xalqı bölmürdülər. Ərəb, fars, türk deyə bölmürdülər. Hepsine kendi rəiyyəti kimi baxırdılar. Yəni bu baxımdan da biz bugün bunun neredeyse acısını çekirik. Ama o dövrün gerçekliği, tarihi gerçekliği böyleydi. Bunu kabul etmek zorundaydık. Təkcə Nizami değildi. Mesela Nizami'den neredeyse 50 yıl sonra Aşık Qərib, üzr istəyirəm, Aşık Paşa Qəribnamə əsərində yazırdı ki, Türk diline kimse bakmaz idi. Yani herkes şikayet edirdi ki, Türk dilində yazıp yarada bilmir. Nizami özü 7 gözəl əsərində deyir ki, Torkiyəm ra dərin həbəş nə xərənd, lacərəm doğbayı xoş nə xorənd. Deyir, mənim türküm, baxın, mənim türküm deyir. Heç bir qeyri millət mənim türküm deməz, doğrudurmu? Doğru. Mənim türkümü, mənim türk dilimi bu həbəşdə alan yoxdur. Çünki təəssüf ki, xalq dadlı dovğaya meyil etmir. Dovğa siz bilirsiniz, Azərbaycan mutfağının milli yeməyidir və özəlliklə Gəncədə Nizaminin doğduğu, büyüdüğü, bütün hayatını yaşadığı Gəncədə doğva tam Azərbaycan coğrafyasının digər illərinə göre tam farklı pişirilir. Tam çok başka türlü olur. Çok dadlı olur. Yani zaten doğva deyəndə ilk akla Gəncə gəlir. Bakın öz dilinin tatlılığını, şirinliğini milli mutfağın o yemeği ilə kıyaslayır. Yani qeyri millətin nümayəndəsi heç vaxt bunu yazmazdı. Eyni zamanda mesela ben dedim Səlcuqlu dövlətinin ədəbi faktı idi və hardasa Nizami o dövlətin ideologu da adlandırmaq olardı. Çünki Türk dövlətin, Türk dövlət quruluşunu, dövləti idarə etmə üsulunu təqdir edirdi. Deyir, dövlət torkan ki boləndi gereft, məmləkət əzdad pəsəndi gereft. Bir zamanlar ki deyir, Türklərin dövləti ucaldı, məmləkətdə ədalət bərqərar oldu. Yəni ümumiyyətlə Nizami təkcə şair adla siz təqdim edəndə də dediniz. Təkcə şair adlandırmaq doğru değildi. O həm də dövrünün filosofuydu, ideologuydu. Onun əsərlərində matematik, coğrafya, birçok alanla ilgilenmiş. Evet, zaten her alana uygun ayrıca monografiler var. Nizami əsərində geoloji biliklər, riyazi biliklər, tıbbi elmlər, çox Azərbaycan alimlərinin çox değerli monografiləri vardır bu konuda. Aslında demin söylediğiniz konu yani çokça tartışılan bir konu. Yunus Emre de yaşadığı dönemde özellikle Türkçe şiirlere yani dönemin Farsça
edebiyat dili olmasına, devlet dili olmasına rağmen Türkçe şiirlere ağırlık vermiş. Tabii biz programımız kısıtlı, çok soru hazırladık. Onları hızla soralım istiyoruz size. Fakat biraz önceki açtığınız, bahsettiğiniz konular çok faydalı oldu. Teşekkür ederiz. Hocam çok özür dilerim. Yunus Emre Türkçe yaz. Buna da bir aydınlık getirim. Yani halk zaten Türkçe konuşurdu. Halk dili. Evet. Halk dili. Zaten bu İstanbul Üniversitesi'nin profesörü Hayati Develi Hoca çok iyi bunun açıklaması, bu konuda çok iyi konuşmaları var. O diyor ki saray dili, şehir dili Fars dili sayılırdı. Mesela Mevlana Farsça yazırdı. Evet. Ama halkın içinde olan o ideolojiyanı halk arasında yaymak isteyen o nece deyirlər köylü dilinde, Türk dilinde. O zaman yani bu Ərəb-Fars tərkiblərindən arınmış təmiz Türkçe, halk Türkçesinde yazırdı. Evet. Yunus Emre de yani o yüzden Türk dilinde çok büyük üstünlük vermiş ve Türkçe yazmıştı. Çok teşekkür ederiz. Yanlış bilmiyorsam Nizami Gencevi'nin ilk eseri Sırlar Hazinesi. Bu eserin ana teması nedir? Biraz seyircilerimize ondan bahseder misiniz? Nizami Gencevi'nin Hamsa'ya dahil olan ilk eseri Sırlar Evet. Hazinesi. Evet, zaten Sırlar Hazinesi'ni Nizami Gencevi'nin manifestosu adlandırırlar. Nasıl Nizami Gencevi Sırlar Hazinesi'nde ana temalarını koyur, sanki bir teori şəklində. Biz makale yazmamızdan önce özet yazırıq ya. Yani Sırlar Hazinesi'nde onun bütün yaratıcılığının teması onun içinde var. Ve o biri eserlerde o konuları getdikçe daha geniş, süjetli, geniş kompozisiyalı dastanlar şəklində işləyir. Sirlər Xəzinəsində bir çox məsələlər qoyur. Qeyd etdiyim kimi dövlətin idarə olunması, ədalət konusu. Ədalət, Nizami deyir ki, ədalətdən gözəl hünər yoxdur. Həm də Nizami, bilirsiniz, Sirlər Xəzinəsi 20 məqalat, yəni söhbət və 20 hekayətdən ibarətdir. Məqalatda fikirlərini teoriya şəklində, nəzəri şəklində deyir və hekayələrdə onu əyani şəkildə, illüstrativ şəkildə bədii örnəklərlə bizə göstərir. Məsələn, əsas konuları yenə deyirəm, dövlətin ədalətlə idarə olunması, düz danışmaq, doğrunu söyləməkdən heç vaxt çəkinməmək, xalqla iyi davranmaq, qoşun, hətta orada qoşunla olan münasibətlər də var. Sır saxlamaq, yəni bütün bu qoyduğu konular həm teoriya şəklində, həm də hekayətlər şəklində Sirlər Xəzinəsində açıqlanır. Ancaq bu konuların hepsi digər əsərlərində daha geniş şəkildə, dastan şəklində, süjetli dastanlar şəklində, hekayətlər şəklində davam etdirilir. Və təbii ki, Nizaminin bütün əsərlərindən keçən əsas konu insan konusudur. Və Nizami İnsan, ədalət. Bəli, ədalət zaten dedim. İnsan, Nizaminin ilk məqaləti Adəmin yaranması haqqındadır. Və Adəm, Nizami insana necə kamil olmağın yollarını öyrədir. Ümumiyyətlə Nizamiyə görə insan yüksəliş və düşüş noktaları arasında məsafənin sonsuz olduğu tək varlıqdır. Yəni insan öz əməli ilə mələkdən üstün ola bilər, heyvandan aşağı ola bilər. Və Nizami mələkdən üstün olmağın yollarını göstərir. Bunu tabii ki ayrı-ayrı konuşmak lazımdır. Birinci basamak nədir, ikinci basamak nədir ve son basamak. Yani her bir eser hakkında konuşanda bunu şimdi olarak konuşsam Tabii. Tabii süremiz yetmez bunları ayrıntılı öğrenmeye. O yüzden çokça da sorumuz var. Mümkün oldukça süremizi değerli kullanmaya özen gösteriyoruz biz de. Çok sağ olun hocam. Şimdi Nizami Gencevi'nin sözün kıymeti hakkında birkaç kelimesi var da onu söylemek istiyorum. Diyor ki, sözün de su kimi latafeti var. Her sözü az demek daha hoş olar. Bir inci saflığı varsa da suda, artık içilende dert verir o da. İnci tek sözler seç, az danış, az din.
Qoy az sözlərinlə dünya bəzənsin. Az sözün inci tək mənasız olmaz. Çox sözün kərpiç tək qiyməti olmaz. Ne kadar güzel bir kelimelerdi, değil mi? Ümumiyyətlə Nizaminin bütün əsərlərində, yəni Xəmsəyə daxil olan bir əsərdə sözün dəyərinə aid ayrıca bir bölümlər var. Hər əsərdə. Və hətta ümumiyyətlə Şərqdə şiir, yəni mənzum söz, mənsur sözdən həmişə dəyərli bilinib. Hətta indi mən xatırladım, Qabusnamədə belə bir ifadə var, deyir, şiir şahdır, nəsr rəiyyət. Yəni Nizami də, Sillər Xəzinəsində də mənzum sözün mənsur sözdən üstünlüyü bölümü var və digər əsərlərində də sözün dəyərinə aid ayrıca bölümləri var. Nizami sözü can bahasına alınmış ürək meyvəsi adlandırır. Və bu sözü yaradanı da... güzel bir şey değil mi? Əlbəttə və bu sözü yaradanı da, yəni şairi də çox yüksək qiymətləndirir. Deyir, Basər-i zanuye velayət setan, sərnə nəhət bər sərə hər astan. Deyir, dizinin başı üzərində vilayətləri fəth edən, dizinin başı üzərində, məsəl üçün, xəyalınıza gətirin, orta əsrlərdə bir şair oturub dizinin üstündə yazı yazır. Evet. Bütün vilayətləri fəth edir bu əsəri ilə. Hər deyir, qapının başının altında başını əyməz. Yəni şairi o qədər yüksək qiymətləndirir. Zaten ona görə də Nizami heç bir sarayı qəbul etməmişdir. Evet. Heç bir hökmdarın dəvətini qəbul edib saraylara getməmişdir. Gəncədə bir çox mütəvazi bir həyat keçirməyi daha üstün bilmişdir. Hocam süremiz su gibi akıp geçiyor. İlk yarım saati doldurduk. Son 15 dakikaya girdik. Yönetmenimiz de uyarıyor. O yüzden biraz daha hızlı sorularımızı size ileteceğiz. Şimdi Gencevi için manzum aşk hikayelerinin en büyük üstadı ünvanını da kullanıyorlar. Şimdi Gencevi deyince aklımıza en çok Leyla ile Mecnun eseri geliyor. Tabii bu Arap eseri olarak da çok biliniyor ama ilk defa Gencevi'nin bu eseri yazdığı ve sonrasında Hint, Türk coğrafyasında bu eserin aynısının yazılı, yani 12. yüzyılda yazdığı şeyi 15. yüzyılda, daha sonraki yüzyıllarda yazdıkları, başka dillerde başka kişilerin yazdıkları söyleniyor. Bu eserin ana teması neydi Leyla ile Mecnun? Niye bu kadar etkili oldu? Evet hocam, söylediğiniz kimi əfsanə Arab əfsanəsi, Arab çöllərində yayılmış bir əfsanədir. Ancaq ilk yazıya alan, sizin də söylədiyiniz kimi Nizami Gəncəvi olmuşdur. Nizamiyə qədər digər şairlərimizdə, məsələn Qətran Təbrizinin divanında, Xaqani Şirvaninin əsərlərində Leyla və Məcnun adları geçiyordu isimləri. Zaten klassik ədəbiyyatda, divan şeirində bir klassik aşiq tipləri var, obrazları var. Və Leylanın da, Məcnunun da adları keçirdi. Ancaq bir dastan şəklində bunu ilk yazıya alan Nizami Gəncəvi olmuşdur. Və Nizami Gəncəvi özünün əsərdə yazdığına görə bu Şirvanşah Aksistandan sifariş gəlir bu mövzuda yazmağa. Ancaq bu mövzuda yazmaq istəmir. Kədərli dastan olduğu üçün bu mövzuda yazmaq istəmir. Orada da qeyd edir ki, oğlu Məhəmmədin xahişi ilə bunu yazmağa razı olur. Və Nizaminin, mən söhbətimin öncədə dedim ki, əsərlərdə nəzirələr yazılmışdı. Ən çox nəzirə Leyli və Məcnun əsərinə yazılmışdı. Və orta əsr təzkirəçiləri, Nizaminin əsərlərində nümunələr verən təzkirəçilər Leyli və Məcnun əsərini üzündən tülbəndi açarkən aqillərin aqlını başından alan Türkistan gözəlinə bənzədirlər. Və bu bütün bizim alimlərimiz də yazır ki, Leyla və Məcnunda libas, qiyafət,
ərəb qiyafəti olsa da, əslində orada Nizami Gəncəvi bir türk ailəsində keçən bir şey. Çünki orada ailə daxili münasibətlər, Leylinin anasının orada söz sahibi. Yəni bir türk ailəsində keçən olayları anlatır. Əslində Leyla və Məcnunun məzmunu çox məşhurdur. İki gəncin faciəvi aşk hekayəsidir. Yəni və bu aynı süjet, aynı motiv digər şairlərin əsərlərində də davam etdirilmişdir. Türk dili, Türkiyə türkçəsində, Anadolu coğrafiyasında da çox cavablar yazılmışdır və bu hər kəsin qəbul etdiyi bir faktdır ki, Nizaminin Leyli və Məcnununa yazılan ən gözəl nəzirə məhz Məhəmməd Füzulinin Leyli və Məcnun əsəridir. Yəni əsərin konusu çox bəlli olduğu üçün zamanımız buna harcamaq istəmirəm. Ancaq onu daha çox vurğulamaq istəyirəm ki, məsələn, Krımskinin biz adını çəkdik. Krımski yazır ki, Nizami Leyli və Məcnun əsərində o ərəb çölündə gördüyü, ərəb çölündəki bir ərəb qəbiləsində keçən əhvalatı deyil, məhz Gəncənin düzlərindəki o türk xalqının keçirdiyi həyat tərzi, yaşadığı həyat tərzini anlatmışdır. Və həqiqətən də Leyli və Məcnun əsəri dünya ədəbiyyatında çox iz buraxmış bir əsərdir. Hətta məsələn, nə dərəcədə doğruluğunu təbii ki, bunu elmi araşdırmalar sübut etmişlər. Şekspirin Leyli və Məcnun əsərində, üzr istəyirəm, Şekspirin Romeo və Julietta əsərində Nizaminin Leyli və Məcnun əsərinin motivləri əsasında yazıldığı söylənilir. Teşekkür ederiz. Temne Hanım, şimdi ben Nizami Gəncəvinin bildiğimiz kimi kendi portresi yoktur. Yani onun için bir portre, yani ki kendi resmi değildir. Bunun portresinin yaranma tarihinden bahseder misiniz? Anlatabilir misiniz? Tabii. 1939 ildə Nizaminin yubileyini keçirilməsi qərarı alındı və bir komissiya, heyət yaradıldı. Komissiya heyəti yaradıldı. Bu komissiyaya Yevgeni Bertes başçılıq edirdi. Komissiyaya çox görkəmli nizamşünas alimlər, Həmid Araslı, Heydər Hüseynov kimi alimlər daxil idi və bunlar birgə işləyirdilər. Orada bir konu ortaya çıxdı. Tamam, yubiley geçiririk də resim yok. Ne yapacağız? Və müsabiqə, yarışma elan olunur. Hər kəs kendi hayalında, hayal etdiyi Nizamiyi çəkib müsabiqəyə, yarışmaya qatılırlar. Və bir dəfə Heydər Hüseynov, Bertels və Həmid Araslı kendi aralarında konuşurlar. Nizami nasıl olmuş? Zaten bəzən kendini orada təsvir edir, uca boy, belə qarabəniz, belə kendindən bəhs edir. Və bunlar konuşurkən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov da orada olub kənardan bunları dinləyirmiş. Və onlara yaxınlaşır, deyir ki, sizin təsvir etdiyiniz simada, görkəmdə aynı adam, Ağdaşda bir ahund var. Yəni siz sanki aynen onu anlatırsınız. Və o zaman gedirlər, ahunda baxırlar, ona tarix müzeyindən libaslar alıb geydirirlər və Azərbaycan rəssamı olub Qəzənfər Xalıqov. Və çox maraqlıdır ki, Qəzənfər Xalıqov yarışmanın ilk turda qatılmayıb. Sonra o həmin şəxsə, həmin ahundu Qəzənfər Xalıqova göstərirlər, onunla konuşmalar yapırlar. Qəzənfər Xalıqov direkt ikinci tura qatılır. Yarışmanın ikinci aşamasına qatılır və onun əsəri qalib olur. Şimdi o əsərin iki orijinalı var. Biri Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyindədir Bakıda, biri isə Gəncədə Tarix Diyarşünaslıq Muzeyindədir. Yəni Qəzənfər Xalıqovun əl işi. İki orijinalı hal-hazırda qalır. Bizim okullarda o zaman gördüğümüz Nizami Gəncəvi resmi Qəzənfər Xalıqovun əsəridir, değil mi? Bəli, Qəzənfər Xalıqovun əsəridir. Biraz farklı resimler de var, ancak genel olarak kabul ettiğimiz Nizami Gəncəvi odur. Doğru. Ben süreden tasarruf etmek için iki soruyu birleştirerek soracağım hocam. Bir tanesi şu, Nizami Gəncəvi ömrü boyunca Gence'de yaşamıştır. Zaten Türkçe'ye de Genceli Nizami diye biz de öyle biliyoruz Türkiye'de.
Gence şehri hem doğu hem batıyı birleştiren İpek yolu üzerinde neden Gence'den hiç ayrılmamış, bir sorumun bir tanesi bu. İkincisi de ömrü boyu Gence'de yaşamış ve hiç saray şairi olmamış. Yani bundan imtina etmiş. Bu konuda sizden yorumlarınızı almak isteriz. Evet, çok iyi bir soru. Aslında mən qeyd elədim ki, siz Gəncənin İpək yolu olmağını toxundunuz. Yəni konuşmamın önündə də dedim, Gəncə o dövrdə çox inkişaf eləmiş bir şehir idi. Bunun ayrıca konuşmaq istəmirəm bu konuda. Yəni amma bütün tarixi mənbələr göstərir ki, 12-ci əsrdə Gəncə həm kültürel baxımdan, həm ticarət baxımından, iqtisadi, ekonomik baxımdan çox yüksək inkişaf etmişdir. Yani önemli bir merkez aslında. Evet, evet, önemli kültür merkezi. Zaten Nizami Gəncəvidən əvvəl orada Əbdullah Gəncəvi olmuşdu, Məhsəti Gəncəvi olmuşdu, Qətran Təbrizi ömrünün birkaç yılını Gəncədə keçirmişdi. Yəni o ekol, o məktəb vardı orada. Bəli, Nizami yalnız bir dəfə Gəncəni tərk etmişdi, 30 verslik məsafədə. O da Qızıl Arslanla görüşmək üçün 30 verslik məsafədə Gəncəni tərk edir, amma bütün ömrü boyu Gəncədə keçirir. Zaten kendisi də bu konuda yazır. Gəncəyə çox bağlı olduğunu yazır. Evet. Bir Gəncə gerək kərdə geribani mən, bir gerək Gəncə Irak ani mən. Deyir, Gəncəyə bu qədər bağlı olmasaydı, hətta orada belə bir Gəncə deyir, mənim yaxamı bu qədər belə tutmasaydı, İraqın hazinələri mənim olardı. Yəni Nizami doğma Gəncəsini, doğduğu şehri heç bir yerə dəyişməmişdi. Evet. Və yaratdığı əsərləri də təkcə kəndinin deyil, Gəncənin sərvəti sayırdı. Tabii. Deyir, nəhani məra aşikarə borənd, ze Gəncə əsgər ta Buxarə borənd. Deyir, mənim gizli mənalarımı aşikar aparırlar. Buxaraya da aparsalar, onlar Gəncənindir. Evet. Yəni bütün qəlbi ilə, varlığı ilə Gəncəyə bağlı olmuşdur və heç bir hökmdarın doğrudur əsərlərini hökmdarlara ithaf etmişdi və hepsində Türk sultanlarına ithaf etmişdi. Türk hökmdarlarına ithaf etmişdi. Ancaq onların dəvətini qəbul edib saraylara getməmişdi. Bunun da birçok səbəbləri var idi. Zaten saray şairi olmaq şaha birbaşa hizmet etmək deməkdir. Həm də ki düzdür, o dövrlərdə şairlər saraylarda sərvət içində, dəbdəbə içində yaşayırdılar. Ancaq saraylarda olduqları üçün başı çox bəlalar çəkmiş şairlərimiz də var. Məsələn, Xaqani Şirvani ömrünün neçə ilini həbsxanada keçirdi. Mücirəddin Beyləqani, Fələki Şirvani, onların hepsinin acı taleyi də bəlkə də mane olurdu. Və digər tərəfdən mütəvazı həyatı tərcih etdiyi üçün bayaq bir beyt dedim ya ki, şair dizinin başı üstündə vilayətlər fəth edən şair heç bir qapı qarşısında başını əyməməlidir. Yəni bütün həyatı boyu buna sadiq qalmışdı. Bu ideyasına sadiq qalmışdı. Hatta şey de söyleyeyim, şimdi 1982 yılında yanılmıyorsam Nizami Gəncəvi hakkında film de çekilmiştir. Onun için Gəncədə onun evi belə kalmamıştır. Yani ki ev müzeyi diktirmişler filmin çekimi için. Ondan sonra ise de evi daha doğrusu diktirmişler. Ondan sonra da o filmden sonra ev müzeyine dönüşmüş. Oradan bir neçə il əvvəl mən orada olmuşam, həmin filmin çəkildiyi evdə olmuşam. Film üçün orada təsarlanıb, mən özüm orada olmuşam. Orada rəsimlərim də var. Bilsəm gətirərdim orada. Onu mən 2 il bundan əvvəl olmuşam. O zaman Mədəniyyət Nazirliyi, Kültür Nazirliyi onu yenidən bərpa etmək və muzey halına gətirmək elə bir projesi vardı. Ancaq Nizami Muzeyi hal-hazırda Gəncədə Nizaminin türbəsi qarşısında yeni muzey açılmışdı və o muzey fəaliyyət göstərir. Peki məqbərəsinə dair məlumat varmı? Nə zaman yaradılmışdır? Deməli, Nizaminin türbəsi hal-hazırda Gəncə şəhəri, Gəncədə vəfat etmiş, Gəncədə dəfn olmuş və türbəsi də hal-hazırda oradadır. Və deməli 40-cı ildə bu türbə tikilmək üzərində işlər gedir. O zaman orada qazıntı işləri aparırlar, torpaq qat təmizlənir və
məlum olur ki, ilk türbə çay daşlarından dikilmişdir. Bünövrəsi çay daşlarından tikilmişdir. Orta əsrlərdə isə o bünövrənin üzərində kare şəkilli kərpiçlərdən daha bir məqbərə ucaldılmışdır. Ancaq o məqbərə 20-ci əsrə kimi artıq uçulub dağılmışdır və 20-ci əsr Azərbaycan ziyalıları bu məqbərəni öz vəsaitləri hesabına bərpa etməyə çalışırlar. Yeri gəlmişkən mən göstərim, bu Mirzə Məhəmməd Axundovun Şeyx Nizami kitabıdır. Bu kitabın orijinalını da göstərəcəm. Mən bunu latinizə etmişəm burada. Bunun orijinalı, baxın, bu 1909-cu nə dərəcədə gözükür bilmirəm. 1909-cu ildə Gəncədə Hacı Həsənzadə qardaşlarının matbaasında çıxmışdı. Bu kitabda, baxın, burada çox belə siyah, beyaz, çox da iyi, kaliteli şəkil deyil. Ancaq bu rəsmdə Nizami məqbərəsində uçulmuş hali göstərilir və kitabın önündə də yazılır ki, bu kitabdan əldə olunacaq para Nizaminin türbəsinin bərpasına sərf olunacaqdır və Azərbaycan ziyalıları, Gəncə ziyalıları birkaç dəfə bu çabada bulunmuşlar və 40-cı ildə bir layihə irəli sürülür ki, bu məqbərə bərpa olunsun. 47-ci ildə ancaq hazır olur. Yəni ilk hali, məqbərənin ilk halı 47-ci ildə açılış olur təntənəli. Hətta Azərbaycan 20-ci yüzyıl Azərbaycan görkəmli şairi Səməd Vurğun da orada çıxış eləyir. Lakin 91-ci ildə Ulu Öndər Heydər Əliyevin təklifi ilə məqbərə yenidən bərpa olmaq projeləri hazırlanır. Bu artıq 97-ci ildə mümkün olur. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Qiyasinin rəhbərliyi ilə məqbərə bərpa olunur. Ancaq məqbərənin şimdiki hali, deməli 2021-ci ildə söhbətimin əvvəlində də dedim, Azərbaycan Cümhuriyyətinin Cümhurbaşqanı Sayın İlham Əliyev ki 21-ci ilin Nizami ilə elan etmişdi. Onda həmin o etkinliklər sırasında məqbərənin əsaslı şəkildə təmiri işləri də var idi. Onda məqbərə çox gözəl şəkildə təmir olundu. Geniş sahədə Nizami əsərlərinin kompozisiyaları əsərində heykəllər, belə kompozisiyalar düzəldildi və qarşısında da Nizami muzeyi yaradılıb və o zaman dünyanın bir çox kütüphanələrindən, Misirin İskəndəriyyə kitabxanəsindən, Avropa kitabxanalarında Nizami əsərlərinin əlyazmalarının faksimilesi alındı. İndi həmin muzeydə sərgilənir. Məqbərədən söz düşmüşkən bir şey mütləq deyim. Nizami birisi şeyx olub həm də. Evet. Və çox uzaq görən biri olub. Sanki gələcəyə görmüş. Və Hötenin bir sözü var, o da sözü çəkdi deyim. Deyir ki, Firdovsi keçmiş üçün, Ənvəri bugün üçün, Ənvər zamanlı məthiyə şair olub, saraylarda yaşayır. Evet. Ənvəri bugün üçün, Nizami gələcək üçün yazmışdı. Və həqiqətən Nizaminin əsərlərində özünü birkaç yüzyıl qabaqlayan ideyalar vardı. Və bir əsərində də sanki bir öngörücü kimi deyir ki, Fəşani to bərmən, sereşkizə dur, fəşanəm mən əz asiman bərto nur. Deyir, sən mənə uzaqdan göz yaşı töksən, mən asimandan sənə nur əliyərəm. Əgər sən gəlib dua etsən, bir dilək diləsən, mən amin deyərəm, müstəcəb olar. Gerçəkdən də Nizami türbəsi hal-hazırda bütün Azərbaycanlıların bir ziyarətgahıdır. Bütün qonaqlar Gəncəyə gələrkən o türbəni ziyarət edir və bunu kəndi həyatında yaşamış biri kimi deyirəm ki, Nizami türbəsində edilən dualar müstəcəb olur. Çünkü kendisi deyir ki, sen dua et, ben amin deyərəm, deyir müstəcəb olar. Hocam o kadar güzel anlattınız ki süremizi bitirdik, hatta biraz da açtık. Bu vesileyle yani su gibi aktı süre. Lirikasından hiç konuşmadık. Ya bizim de bir sürü sorumuz kaldı tabii soracağımız. Umarım sizi tekrar ağırlarız. Diğer bu konuda sorularımızı da size iletiriz. Yeniden bir araya gelme fırsatımız olur. Ben kapanış için sözü Arzu Hanım'a bırakayım. Tamam, o zaman son olarak konuğumuza sorayım ben. Bizim sormadığımız, sizin söylemek istediğiniz kısa bir sözünüz var mı? Valla Nizami elə bir duhadır ki, əsərlərində o kadar geniş mövzuları əhatə eləyib ki, onu tabii ki bir saat
civarında anlatmak zor olur. Ancak bir Nəvai'nin sözüyle bitireyim. Buyur. Nəvai deyir ki, əgər fələklər, göylər tartının gözü, o kadim tartıları, yaylı tartılar vardı ya. Evet. Deyir, əgər göylər tartının gözləri olarsa və yer kürəsi tartı daşı olarsa, dünyanın akıl hazinədarları nizami hazinəsindəki hikmətləri tartmağa kalkarlarsa, 100 yıl boyunca tartsalar, 100'den birini tartamazlar. Ağzınıza sağlık. Nəvai deyir. Evet. Və gerçekten yani 45 dəqiqədə biz dənizdən bir damla belə götürə bildik ya bilmədik. Teşekkür ederiz. Çok sağ olun hocam. Değer verdiniz programımıza katılımlarınızdan dolayı. Çok sağ olun, var olun. Siz sağ olun. Değerli izleyiciler, Dostluk Kervanı programının sonuna geldik. Haftaya görüşmek üzere. Hoşça kalın efendim.